Salam. Bugün sizə dişlərinizin sağlamlığını izləməyin vacibliyini və rentgenin necə işlədiyini izah edəcəm. Həkim, ümumiyyətlə rentgen çəkilişi nə üçün lazımdır? Rentgen çəkilişi dişlərinizin iç hissələrini, köklərini və çənə strukturlarını görməyimizə kömək edir. Rentgen şüalarının təhlükəsi varmı? Ümumilikdə diş rentgeni ildə 2-3 dəfə kifayətdir. Uşaqlarda isə 1-2 dəfə oluna bilər. Hamilə qadınlara müstəq görülmür. Gördüyünüz kimi proses başa çatdı. Rentgen dişlərinizin sağlamlığını qorunmağa kömək edir. Unutmayın, mütəmadi yoxlanmaq önəmlidir. Bizə yazın, diş sağlamlığı ilə bağlı suallarınızı cavablandıraq.